Salam uşaqlar, izah edirəm. Diqqətlə qulaq asın. Abunə olmağı unutmayın. Baxırıq 5-ci tapşırığa 5-də 4-dən çıxıram 5-də 2-nə. Nə edir? 5-də 2 elədi. İndi deyir ki, bu ədədlə 20-də 9-u müqayisə edin. Müqayisə edək. Vururam 4-ə, vururam 4-ə. Nə elədi? 20-də 8 və 20-də 9. Sağ tərəf böyükdür. İkincisinə baxıram. 8-də 1 ilə 8-də 3-ü topladım. Nə etdi? 8-də 4. Digəri isə 12-də 7-dir. Uşaqlar, sadə yol demişdim. 12-ni 4-ə bölün neçə edir? 3. Mən buranı 3-ə vururam. 8-də 4-ə bölün neçə edir? 2. 24'də 12, 24'də 14. Sağ. Üçüncüyə baxırıq. 1 tam 9'da 4. Baxın, bu 9'u bu 1'ə vururuq. 9, 4'ü çıxdıq 5. Nə elədi? 9'da 5. Burada 8'də 3. Biz bunu müqayisə etmək üçün nə etməliyik? 8'i bura vururuq. 9'da bura vururuq. Nə elədi? 72'də 40. 72'də 27. Keçirəm. İndi 1'i 3'ə vururuq. Nə edir? 3. 1'i çıxdıq. Baxın, bu 1'i çıxdıq. Elədi 2. Nə alındı? 3'də 2. Digəri isə 12'də 7'dir. Bunu 4'ə vururam. Nə alındı? 12'də 8 və 12'də 7. Ay, 5-ci. Keçirəm indi buna. 6'da 5'dən 6'da 1'ə çıxdıq. Nə edir? 6'da 4. Burada 8'də 3'dür. Hər birinin ortaq böləni neçədir? 2'dir. Və 8'i 2'yə bölürəm 4. Buranı 4'ə vururam. 6'ı 2'yə bölən neçədir? 3. Buranı 3'ə vururam. Nə alındı? 24'də 16, 24'də 9. 6-cıya baxıram. 12'də 5 ilə 12'də 1'in cəmi verir 12'də 6. Digəri isə 18'də 11'dir. Ortaq böləni. Baxırıq, hər ikisi 6'ya bölən. 18 6'ya böləni neçə edir? 3. 12'ni 6'ya böləndə neçə edir? 2. Nə alındı? Gördünüz ortaq böləni? 6'ya böldüm. İndi bura nə etdi? 18. Burada 36'da 22. Yedincisine baxıram. 16'da 11'dən çıxıram 16'da 7'ni. Nə elədi? 16'da 4. 12'də 5'dir. Hər birinin ortaq böləni neçədir? 4'dür. 12'ni 4'ə bölən neçədir? 3. 16'nı 4'ə böləndə nə edir? 4. Nə elədi? 48'də 12. 48'də 20. Və sağ tərəf böyükdür. 8-ci. 24'də 5 ilə 24'də 1'i toplasaq. Neydi? 24'də 6. 9'da 4 ilə. Hər ikisinin ortaq böləni 3'ə bölünür. 9 3'ə bölünür 3. Buranı 3'ə vurun. Və 24'ü 3'ə bölən neçədir? 8. Demək bu 72'də 18. 72'də 32. Hara böyükdür? Sağ tərəf böyükdür. Altıncıya baxıram.
Birinci boru hovuzu 8 saata, ikinci boru isə 12 saata doldurur. Bu boruların hansı bir saata hovuzu daha çox doldurar? Demək 8-də 1 saata birinci hovuzdur. İkinci saat nədir? 12-də 1. İndi hər ikisi 21 ortaq böləni 3-ə bölünür, sonra 2-yə bölünür, 4-ə bölünür. Yoxdur. Onda demək mən buranı 21-ə vururam. Buranı da 8-ə vururam. 21. Aha. 8, 168-də 21. Bu da 168-də 8. Hansı böyükdür? Birinci boru. Sonra birinci fəaliyyət 9 saatda 4 hissəsi, yəni 9-da 4. İkinci 12 saatda 7 hissəsini, demək 12-də 7. Hansı daha çox iş görər? Aha, hər ikisini ortaq var. 12-yi 3-ə bölürük 4. Buranı 4-ə bölürük. 9-u 12-ni 3-ə bölürük 4. 9-u 3-ə bölürəm 3. Buranı da 3-ə vururum. Demək 36-da 16 digər nə edir? 36-da 21. Demək ikinci fəhlə çoxdur, daha çox iş görər. 8-ciyə baxıram. Deyir ki, müqayisə edin. Hansı böyükdür? 5 tam böyükdür, 3 tam, 5 tam. Baxırıq bura. 4 tamlar eynidir, ona baxmırıq. Onda gəlin kəsr hissəsinə baxaq. Buranı 4-ə vuranda, buranı 4-ə vururam. Nə alınır? Burada 5, burada da 4. Hansı böyükdür? Sol tərəf. Tamlar atıram getsin, eynidir. Demək, bu 4-ü bura vururam. Buranı da 4-ə vururam. Buranı da 3-ə vururam, bunu da 3-ə vururam. Burası 8 eləyir, 2-ni 4-ə. Buranı da 9 eləyir. Demək, hansı böyükdür? 9 tərəf. Sonra 9 böyükdür 10, 10 tam böyükdür. 8 tam böyükdür, 6 tam 8 tam böyükdür. Yəni burada baxırıq 5-lər eynidir, atırıq getsin. 8-i 4-ə bölürəm 3. Demək buranı 3-ə vururam. 12-ni 4-ə böləndə neçə eləyir? 3 eləyir. Bir dəqiqə. 8-i 4-ə böləndə 2 eləyir. Buranı 2-yə vuracam. 12-ni 4-ə böləndə 3 eləyir. Buranı 3-ə vuracam. Aha, bura 14 elədi, bu da 15 elədi. Demək, hansı böyükdür? 15. Bu da 3 tamda, 3 tamda atdıq, getdi. Eyni məxrəcə gətiririk. Buranı 8-ə vururuq, buranı da 3-ə vururuq. 15, bu da 16. Hansı böyük olur? 16. Keçirəm. 7 tam böyükdür, 6 tam, 7 tam, 6 tam böyükdür, 4 tam, 6 tam. Burada 5-lər eynidir, atırıq getsin. 5-ə bölürəm, 2-yə bölürəm. 2-yə böləndə, 12-ni 2-yə böləndə 6. Buranı 6-ya vuracam. 10-u 2-yə böləndə 5 eləyir, buranı da 5-ə vuracam. Nə edir? 66. Bu da 35. Hansı böyükdür? 66. Dokuz'a baxıram. Deyir ki, hesablayın və müqayisə edin. 2 tam 5-də 1 ilə 3 tam 5-də 1-i toplayan nə eləyir? 5 tam 5-də 5. 5 tam 5-də 5 nə deməkdir? 6 deməkdir. Çünki 5-də 5 1-dir, 5 ilə toplayanda 6. 6 tamdan 4 tam 9-da 8-i müqayisə edirik. Hansı böyük olur? Sol tərəf böyük olur. İkincisinə baxıram. 7 tamdan 2 tamı çıxanda eləyir 5 tam 8-də 7-dən 3 çıxanda 4. Bura baxırıq 5 tam 4-də 3. Müqayisə etməliyik. Tamlar eynidir. 2-yə vururam. Eyni məxrəcə gətirib müqayisə edəcəm. Nə alınır? 5 tam 8-də 4. Bu da 5 tam 8-də 6. Hansı böyükdür? İndi 9 tamdan 5 tamı çıxanda nə edir? 4 tam. 16-da 12. Bu da 4 tam 12-də 5.
2'ye bölünür, 3'e bölünür, 4'e bölünür. 12'ni 4'e böləndə 3 eləyir. Buranı 3'e vuracağım. 16'nı 4'e bölən nə idi? 4 eləyir. Buranı da 4'e vuracağım. Nə alındı? 4 tam 48'də 36. Bu da 4 tam 48'də 20. Hansı böyükdür? Tərəf böyükdür. İndi dördüncüsünə baxırıq. 8 tam 8'ə 7 ilə. Əvvəlcə gəlin bunu yazağın. 11 tamdan 2 tamı çıxıram. Nə eləyir? 9 tam 10'da 2. Bir də 8 tam 8'ə 7. 8 tam 8'də 7 və 9 tam 10'da 2. Heç tama baxırıq. Ehtiyac yoxdur. Baxın. Bura eləyir 9 tam, buraya 8 tam. Demək, sağ tərəf böyük olur. 5-cinə baxıram. 5-cidə nə deyir? Aha, 12 tamdan 5 tama çıxanda eləyir 7 tam. 12'də 11'dən 7 çıxanda nə idi? 4. 7 tam. 12'də 4. İndi gəlin bunları çıxırıq. Ondan 3 tamı çıxırım. 7 tam. Nə alınır? 8'də 6. Tamlar eynidir. Ona görə müqayisə etmək olur. Kəsr hissəni müqayisə edirəm. 4'e bölünər 3 alınır. 3'e vururam. 12'ni 4'e bölünər 8'i 4'e böləndə 2 alınır. Uşaqlar yenə diqqət yayınlı oldu. 18 4'e bölüləndə 2 alınır. Buranı 2'ye. 12'ni 4'e böləndə 3 alınır. Buranı 3'e. Nə alındı? 24'də 8. Burası 8'də. Da 7 tam 24'də 18. Hansı böyük olur? Tərəf böyük oldu. İndi 6-cısına baxırıq. 2 tamdan 3 tamı toplayanda 5 tam 18'də 8. Burada 9 tamdan 6 tamı olanda isə 3 tam 12'də 4 olur. Aha. O da 5 tam, bu da 3 tam. Baxın, bura 5 tam eləyir. Ancaq bu da 3 tam. Hansı böyük olur? 5 tam.